Sumqayıt şəhər 18 nömrəli Körpələr evi uşaq bağçasında 8 noyabr Zəfər gününün 5-ci il dönümü münasibəti ilə yadda qalan tədbir keçirilib. Tədbir böyük sevinç və qürur hissi ilə qeyd olunub. Bağçanın kollektivi bu günü uşaqların vətənpərvərlik ruhunda formalaşması baxımından xüsusi əhəmiyyət daşıyan bir bayram kimi qeyd edib. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca balaca fidanların ifasında vətənə həsr olunmuş şeirlər, mahnılar və ədəbi bədii kompozisiyalar təqdim olunub. Körpələrin saf və təmiz duyğularla söylədikləri sözlər, ifa etdikləri səhnəciklər tədbirə toplaşanların qəlbini qürur və sevinç hissi ilə doldurub. Zəfər gününə həsr olunan bu tədbirin yüksək səviyyədə təşkili və həyata keçirilməsi 18 nömrəli Körpələr evi uşaq bağçasının müdiri Vəfa Xudadadovanın rəhbərliyi altında mümkün olub. Onun gərgin zəhməti, pedaqoji təcrübəsi və uşaqlara olan sonsuz sevgisi sayəsində bağçada vətənpərvərlik tərbiyəsinə böyük önəm verilir. Bağça rəhbərliyinin rəhbərlik etdiyi pedaqoji kollektiv mütəmadi olaraq bu cür mənəvi dəyərlərə söykənən tədbirlər təşkil edir. Onların məqsədi uşaqların vətənə sevgi, xalqımıza məhəbbət və qəhrəmanlarımızın şücaətinə hörmət ruhunda yetişdirilməsidir. Bu baxımdan bağçada tərbiyə prosesi sadəcə tədrislə məhdudlaşmır, həm də milli mənəvi dəyərlərin aşılanmasına yönəlir. Tədbir zamanı müəllimlərin və uşaqların birgə hazırladığı bədii proqram tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Balacaların Zəfər gününə həsr etdikləri çıxışlar bir daha göstərib ki, gələcəyin vətənpərvər övladları bu gün elə körpə yaşlarından torpağa, bayrağa və vətənə sevgi ilə böyüyürlər. Qeyd edək ki, 18 nömrəli Körpələr evi uşaq bağçasında keçirilən bu cür tədbirlər artıq ənənə halını alıb. Pedaqoji kollektiv hər zaman çalışır ki, uşaqlar yalnız bilikli və bacarıqlı deyil, həm də milli mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda formalaşsınlar. Zəfər gününə həsr olunmuş bu bayram tədbiri bir daha sübut etdi ki, bu tədris ocağında həm təlim-tərbiyə prosesi, həm də vətənpərvərlik istiqamətində görülən işlər böyük sevgi, məsuliyyət və fədakarlıqla həyata keçirilir. Tədbirin sonunda uşaqların ifasında səslənən Qarabağ Azərbaycandır şüarı zalda əsl zəfər ab-havası yaradıb və tədbir alqışlarla başa çatıb. Elvin Qudrətov, Şəmsistan Fikrətli, Elbrus İsmailov bu gün informasiya proqramı üçün.